Suraxanıda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Rənglər Festivalı təşkil olunub. Mayın 2-sində Suraxanı rayon İcra Hakimiyyətinin Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin Azərbaycan Mədəni İrs Sənətkarlığına Dəstək və Kreativ Sənaye İctimai Birliyinin, Sara Xatun Mədəni Maarifçilik İctimai Birliyinin birgə təşkilatçılığı ilə Əmircan qəsəbəsi Atəşgah Məbədi Dövlət Tarix Memarlıq Qoruğunda Konstitusiya və Suverenlik ili çərçivəsində Ulu Öndər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü münasibətilə Rənglər Festivalı təşkil olunub. Festivalda Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Milli Məclisin deputatları Afət Həsənova, Fatma Yıldırım, Ceyhun Məmmədov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, rayon İcra Hakimiyyəti başçısının müavinləri və digər qonaqları iştirak ediblər. Festivalda fiziki imkanları məhdud şəxslər tərəfindən suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları, aksesuarlar və sair müxtəlif əl işlərindən ibarət satış sərgisi təşkil edilib. Eləcə də musiqili proqram nümayiş olunub. Festivalda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev bildirib ki, bu gün ölkəmizdə cəmiyyətin bir hissəsi olan fiziki məhdudiyyətli insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Belə sərgilərin keçirilməsində də məqsəd onların qabiliyyətini, bacarığını üzə çıxarmaqla əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərməkdir. Həmçinin Milli Məclisin deputatları Afət Həsənova, Fatma Yıldırım, Ceyhun Məmmədov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxışlarında fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının artırılması üçün belə sərgilərin təşkilinin təqdirə layiq olduğunu diqqətə çatdırıblar.